Müğənni Günel Zeynalova ünvanına yazılan təhqiramiz şərhlərə reaksiya verib. Müğənni bu barədə açıqlamasında media hesabında onu qaçqın Günel adlandıran şəxsləri tənqid edib. Həmin görüntüləri təqdim edib. Yoxdur da, yəni ki, bugünkü paylaşımımla ilgili bir çox insan altına yazıb geri beyinli olanlar, bilgi sahibi olan bilgisizler, ama bilgisi yoktu da, yani ki elə zannedir ki çok şey bilir ama hiçbir şey bilmir. Qaçqın Günel'di bu yazıb. Qaçqın Günel. Bəli, əgər qaçqın deyirsinizsə, bəli, mən qaçqın Güneləm, amma məcburi köçmüşəm. Ağdamdan qaçmaq deyil bu. Əgər bilmirsənsə, mən sənə anlatım. Ona görə də dedim ki, belə yazan, bilgisiz olan insanlara ifşa edəcəm, hamınızı paylaşıb ki, artıq mən yox, mənim kimi bir çox müğənni və ya da insanların artıq arxasınca danışmayıb öz həyatınızla maraqlanasınız deyə. Ya da ki sizi çağırsınlar polislərimiz, bir cəza yazsınlar, biz də rahatlaşaq, siz də rahatlaşın, ondan sonra artıq həddinizi bilmiş olarsınız deyə. Düşünürəm ki, bununla bağlı doğrudan da bizim polis əməkdaşlarımız və ya da gerçekten cəza üçün, yəni insanlara hakaret etmənin, mən sadəcə siz nədən belə şey oluram? Çünki məni hər iki ülkədə sevir və burada mən Azərbaycanca danışmağım və ya da türk kəlmələrindən istifadə eləməyim kimlərsə narahat eləyirsə, narahat ola bilərsiniz. İnsanlar insanları qəbul eləməlidir hər bir şəkildə. Onun yanlış bir hərəkət etdiyimi düşünmürəm ki, 30 ildir orada yaşayan bir insan olarak hal-hazırda Azərbaycan dilində danışıram. Mənim üçün də iki ülkəm var. Bunu idrak eləsəz çox sevinərəm. Ki bunu mən sevən insanlar zaten deyir ki, biz səni hər bir şəkildə sevirik. Əsas mən sənin sənətini sevirəm deyir. Bu mənim üçün önəmli olan budur. Yəni səsimi sevirsən.